İsmayıllı rayonu bayram tətili günlərində həm yerli, həm də xarici turistlərin dincəlmək üçün ən çox üstünlük verdiyi məkanlardan biridir. Xüsusilə Novruz bayramı günlərində martın 21-dən etibarən rayona gələnlərin sayında kəskin artım proqnozlaşdırılır. Mütəxəssislər İsmayıllının turizm potensialının tam gücü ilə fəaliyyət göstərəcəyini, qonaq axınının isə pik həddə çatacağını gözləyirlər. Belə ki, hazırda rayon mərkəzi ilə yanaşı ucqar kəndlərdəki istirahət mərkəzlərində də yerlərin təxminən 90% artıq bron edilib. Ötən illərlə müqayisədə bu il rayondakı otel, istirahət mərkəzləri və kənd evlərinə tələbat əhəmiyyətli dərəcədə artıb. Bu maraq həm paytaxta yaxın məsafə, həm də yol infrastrukturunun müasirləşdirilməsi ilə izah olunur. Gözləntilərə görə bayram günlərində rayona turist axını daha çox olacaq. Qiymətlərimiz keçən ildə nisbətən biraz artım olunubdur. Keçən il 90-100 manat civarında satdığımız otaq bu günlərim 110 manatdan başlayan qiymətlərdən təklif olunur qonaqlara. 2 nəfərlik otağımız hal-hazırda 110 manatdan başlayır və digər xidmətlərdən istifadə etdikdə pullu xidmətlərimiz var. Bizim restoran və spa xidmətlərindən masaj olsun, digər sahələr olsun. Onunla bağlı otaqlarda qiymət fərqləri yarana bilir. İsmayıllının təbiəti ilə seçilən kəndlərdəki istirahət mərkəzlərində də yüksək doluluq müşahidə olunur. 190 manat 2 nəfərlik otaqlarımızın qiymətidir. Qiymətə səhər yeməyi, spa xidməti, canlı musiqi, tonqal ətrafında parti qiymətə daxildir. Otel otaqlarla koteclər arasında fərq, koteclərdə qonaq sayından asılı olaraq qiymətlər dəyişir. Belə ki, qonaq sayını 2 nəfərdən başladıqda 250 manatdan təyin etmişik. Həmçinin qeyd edim ki, bizim otelimizdə daimi qonaqlarımız üçün kampaniyalarımız və xüsusi paketlərimiz mövcuddur. Həmin qonaqlarımızın paketlərdən istifadə edərək qonaqlaya bilərlər. Turist sayındakı artım kənd evlərinin kirayəsinə də təsir edib. Məsələn, Cülyan kəndində ailəvi istirahətə üstünlük verənlərin sayı xeyli çoxdur. Kənd sakini Ümid Bağırovun sözlərinə görə müraciət edənlər əsasən 2-3 günlük qalmağa üstünlük verirlər. Qiymətlərimizin dəyişməsi evlərin elə bir otaq sayına görə, həm də adam sayına görə dəyişir. Məsələn, bir iki otaqlı evlərimiz adi günlər 60-70 manat, bayram ərəfələri 80-100 manatdır. Amma 3-4 otaqlı evlərimizdə adam sayı çox yerləşdiyi üçün qiymətlərimiz də ona uyğun dəyişir. Məsəl üçün, belə deyək, 3-4 otaqlı adi evlər 100-120 manat adi vaxtlarda, bayram ərəfəsi isə 120-150 manat arası qiymətlər dəyişir. Qeyd edək ki, ilin bütün fəsillərində qonaqlı qaralı olan İsmayıllının qədim Laxıc və Baskal qəsəbələri, eləcə də digər turistik kəndləri bayram günlərində regionun ən cəlbedici nöqtələrinə çevrilir. Bu da öz növbəsində həm daxili turizmin inkişafına, həm də yerli əhalinin məşğulluğunun artmasına töhfə verir.